Salam əziz izləyicilər, bu günləri biz sizlərlə 2020-2025, yəni son 6 ildə imtahana düşən natural ədədlər, adi və onluq kəsirlər, faiz nisbət tənasüb suallarına baxacağıq. Buraxılış suallardır bunlar və hər sualın altında neçənci ildə düşdüyü yazılıb. Birinci sualdan başlayırıq. Yazıb ki, 80-in 40%-ni tap. Biz bilirik ki, ədədin faizini tapmaq üçün ədədi faizə vurub 100-ə bölmək lazımdır. Yəni 80-i 40-a vurub 100-ə bölürük. İxtisarlara aparandan sonra qalacaq 32, yəni E variantı. İkinci suala baxırıq. Deyir ki, x və y qarşılıqlı sadə ədədləri üçün belə bir nisbət verilib. Bizdən x üstə y-in ən kiçik qiymətini istəyir. Uşaqlar, belə suallarda əsas fikir verəcəyimiz şey nədir? Ədədlər qarşılıqlı sadə olmalıdır və cəmi ən kiçik olmalıdır. Biz bunun üçün bu kəsiri adi kəsirə çeviririk. Bildiyimiz kimi 0,3, dövrdə 6 belə çevrilir də. Dövrün sayı qədər 9, dövrə qədər ədədin sayı qədər 0 yazılır. Sonra bunlar birləşib orta çıxılır. Yəni 36 çıx 3. O da edir 90-da 33. Uşaqlar, bu bərabər olmalıdır x bölü y. Biz görürük ki, burada 33 və 90 qarşılıqlı sadə deyil axı. İkisi də 3-ə bölünür. Ona görə bunları 3-ə bölürəm. Qalır 30-da 11. Artıq 30 və 11 qarşılıqlı sadə olduğuna görə burada x 11-dir. Çünki surətdəki də surətə bərabər olmalıdır. Məxrəc məxrəcə. Y-də 30-dur. Onların da cəminin ən kiçik qiyməti olacaq 30 üstə 11, yəni 41 C variantı. Növbəti suala baxırıq. Deməli, yazıb ki, xəmir bişirildikdə öz çəkisinin 40%-ni itirir, 500 kilo xəmirdən neçə kilo çörək alınır? Biz bilirik ki, hər bir şey 100% olur. Əgər 40% itkiyə gedirsə, deməli 60% qalır da. Bizə də qalan xəmir lazımdır. Onda 500-ü vururam 60-a, bölürəm 100-ə. Burada yenə 2 sıfırları silirəm, ixtisar aparıram, yəni hər tərəfi 100-ə bölürəm. Cavab 5 vur 60, yəni 300 olur. C variantı. Görürsünüz nə qədər sadə düşüb. Dördüncü sual. Əvvəlcə qabdan 6 alma, sonra qalan almaların 3də biri və daha sonra yenə 6 alma götürdülər. Nəticədə qabda əvvəlki almaların yarısı qədər alma qaldı. Əvvəl qabda neçə alma vardı? Bu tip suallardan qorxmayın uşaqlar. Məsələ nə qədər uzun olursa olsun, bilin ki, o qədər asandır. Çünki ipucular daha çoxdur. Və kəsirli misallarda, məsələlərdə mən həmişə deyirəm şagirdlərimə ki, çalış kəsirlə işləmə. Mən burada elə bir ədəd verəcəm ki, almaların sayına. O ədəd 3-ə bölünsün. Çünki burada 3də 1 yazdı, baxın. Və yarısı deyir axı 2-yə də bölünsün. Yəni, yarısı 2də 1 deməkdir də. Yəni, həm 2-yə bölünsün, həm 3-ə. Biz də bilirik ki, 2-yə və 3-ə bölünən ən kiçik ədəd 6-dır. Onda mən deyəcəm ki, qabda cəmi 6x alma var. İndi baxın, 6x almadan 6-sı götürüldüsə, deməli 6x çıx 6 olmalıdır. Sonra qalan almaların, yəni çıx, qalan alma ilə 6x çıx 6-dır da. Bunun 3də 1 hissəsi, yəni 3də 1-ə vururam və yenə də 6 alma götürdülər. Bu zaman almaların yarısı qaldı. Alma 6x deyildi, yarısı da olur 3x da 2-yə bölürəm. Gəlin bu tənliyi yuxarıda yazıb həll edək. Burada bir boşluq yerdə yazdım, deməli. 6x çıx 6 çıx 6x çıx 6-nın 3də 1-i və yenə də 6 alma götürdülər və 6x-in yarısı qaldı, yəni 3x-i qaldı. İndi baxın, 6x çıx 6 əldə edirəm, bunu vurub açıram, sadəcə bu mənfiyə fikir verək ki, işarə dəyişəcək. 6x 3də 1-ə vururam, 2x eləyir, mənfi görə olur, mənfi 2x. Mənfi 6-nı 3də 1-ə vuranda mənfi 2 eləyir, bu mənfi də olur, müsbət 2. Çıx 6 bərabərdir 3x. 6x-dən 2x çıxıram, 4x eləyir. Mənfi 6 müsbət 2, bir də mənfi 6 eləyir, mənfi 10 və bərabərdir 3x. Burada x-i bu tərəfə də bu tərəfə atıram, işarəsini dəyişirəm. 4x çıx 3x bərabərdir 10, x də bərabərdir, elə 10 olur. Bizə də əvvəlcə qabda 6x alma vardı axı. 6-nı da ona vururam, deməli cavab 60 edir. Çox maraqlı bir sual. Deməli cavab oldu 60, yəni D variantı. Növbəti suala baxırıq. Belə bir kəsir verilib, cəmin 680 olduğunu verib, x soruşur. Bu tip suallarda çalışacağıq ki, hərflərin qabağındakı ədədlər eyni olsun. Məsələn, burada y 4-ü göstərsə, burada 4 göstərməlidir. Ona görə mən birinci kəsiri əldə edirəm. İkinci kəsirin məxrəcini və surətini 2-yə vururam. Niyə 2-yə vururam? Ona görə 2-yə vururam ki, burada da y 4 olsun, burada da 4 olsun. Y-ləri eyniləşdirirəm. Onda x olur 3k, y 4k, z 10k, yenə y 4k. Yəni, surətə bərabərdir, məxrəc məxrəcə. Sadəcə yanına k yazırıq, çünki nisbətdir də bu. Və onların da cəmi 680-dirsə, 4k üstə 3k üstə 10k bərabərdir 680. Toplayanda eləyəcək 17k bərabərdir 680. 680-də 17-yə bölürəm 40.
A-nı istədiyinə görə A-mız da bizdə deməli 3K idi. A-mız yox, daha doğrusu X-imiz. X istəyir axı. 3K idi. 3-ü də vururam 40-a. Cavab 120. A variantı. Növbəti sual da maraqlı suallardan biridir deməli. Yazıb əbob AB 6 olarsa və onların hasili 180 olarsa A üstə B-nin cəmini tap. Bu sualların müxtəlif həll üsulları var. Mən belə eləyəcəm. A-ya da 6x deyəcəm. B-yə də 6y deyəcəm. Niyə belə elədim? Çünki 6x və 6y-in ikisində ən böyük ortaq böləni 6-dır. Yəni əbob 6-dır. Amma fərqli hərflər qoyuram. Burada onda x, y ortaq olmayan vuruqlardır. Və mən aparıb bunları yerinə qoysam, bura qoysam, olacaq 6x, 6y, təbii ki, əbob. Bərabərdir 6. Buradan 6-nı çıxartsam, qalacaq əbob x, y bərabərdir 6. 6-lar ixtisar geçsə, deməli. Bir dəqiqə, burada səhv elədim. Deməli, dedik ki, A-ya 6x qoyuruq, B-yə 6y. Onu qoymağın heç mənası yoxdur ora. Gəlin, bura qoyaq da. Ora niyə qoyuruq ki? 6x, 6y deyil abi. Bura qoyaq. Olacaq 6x vur 6y bərabərdir 180. Hər tərəfi 36-ya bölürəm. Çünki burada 6 vur 6, 36 edir. Olur, x vur y bərabərdir 5. İndi bu x, y axı ortaq olmayan vuruqların hasilidir. Hansı ədədlərin hasili 5 eləyir? 1 və 5-in. Onda bizim A-mız 6x idi, B-miz 6y idi. Aparıb yerinə qoysaq, 6 vur 1, bir də 6 vur 5. Bu olur 30, bu olur 6. Onların da cəmini istəyir. Deməli, cəmi də olacaq 30 üstə gəl 6. Bir dəqiqə. O da olur 6 üstə gəl 30, yəni 36. Cavab A variantı. Növbəti sual. Qadir əvvəl işin 60%-ni, daha sonra qalan işin deməli 30%-ni gördü. İşin neçə faizi görülməmiş qaldı. Və bu suallarda uşaqların səhvi nədir? Götürürlər 100-dən 60 çıxır, bir də 30 çıxırlar. Burada qalan sözü var. Ona görə biz nə edəcəyik? Birinci təbii ki 100-dən 60 çıxa bilərik. Çünki hər bir şey başlanmış olur. Onu anladıq. Qalacaq 40%. Bax bu işte. İndi 40-ın 30%-dən söhbət gedir. Ona görə mən 40-ın 30%-ni tapıram. Yəni 40-ı vururam. Bölürəm 100-ə. Eləyir. Deməli 12%. Bax 40% qalmışdı bayaq. 12-si də görüldü. 40-dan da 12-ni çıxıram. Deməli 28% görülməyən iş qaldı. Növbəti sual. Sahəsi 42 hektar olan əkin yeri 3/4 nisbətində 2 yerə bölünüb. Kiçik hissənin sayəsini tap. Çox asan. 3K üstə gəl 4K bərabərdir 42. 7K 42-dir. 42-ni 7-yə bölürəm 6. Kiçik hissədə 3-dür. Yəni 3-ə vururam. Olur 18 hektar B variantı. 9-cu sual. Kiçik akvaryumda 2 balıq, orta ölçülü akvaryumda 4 balıq, böyük ölçülü akvaryumda isə 6 balıq saxlanılır. Ümumi 60 balıq varsa, ən çox neçə akvaryum istifadə olunur? Uşaqlar, gəlin biz kiçik ölçülü akvaryumların sayına A deyək, orta ölçülü akvaryumların sayına B deyək, böyük ölçülü akvaryumların sayına C deyək. İndi baxın, əgər kiçik akvaryumların sayı A-dırsa və hər akvaryumda da 2 dənə balıq varsa, deməli kiçik akvaryumda 2A balıq var. 2-ni vururam akvaryumun sayına. Üstə gəl. Orta ölçülü akvaryumların sayı B-dirsə, hərəsində də 4 balıq varsa, 4-ü vururam B-yə və eyni məntiqlə. O birisində 6-dır, 6-nı vururam C-yə. Cəmidə 60 balıq var. İndi baxın. Ümumidə 60 balıq var, ən çox neçə akvaryum istifadə oluna bilər. Burada hamısında balıq olduğuna görə mən bilirəm ki, ən az bir dənə balıq var da hamısında. Demir ki, heç balıq olmaya da bilər. Ona görə 0 qoya bilmərəm. Burada ancaq yerinə rəqəm qoyuruq. Mən əgər akvaryumun sayını çox eləmək istəyirəmsə, çalışdığım qədər burada deməli çalışdığım qədər nə edəcəm? Böyük akvaryumlara, nisbətən böyük akvaryumlara az balıq yerləşdirəcəm. Yəni, böyük akvaryumda nə qədər az olsa, balacada o qədər çox olacaq. Yəni, belə deyim də, biri var ki, tutaq ki, 10 balığı. Böyük akvaryumlara yığasan. 6'lı akvaryumlar. 6 dənə balıq tutan akvaryuma 10 dənə balıq yerləşdirsən, bura 6 dənəsi yerləşəcək, o birisində 2 dənə yerləşəcək və 2 dənə akvaryumdan istifadə olunacaq. Amma bir də var, tutaq ki, 10 dənə balığı 2 dənə balıq tutan akvaryumlara yerləşdirsən, onda
5 dənə akvarium lazım olacaq da. Yəni nə qədər ki balaca akvariuma yerləşdirəcəm, o qədər çox balıq lazım olacaq. Daha akvarium lazım olacaq mənə. Mən də çalışacağam ki, burada akvarium sayını çox istəyirsə, əsas burada kiçik akvariumların sayını çoxaldacağam. Onda biz ən böyüklərə ən balaca ədədləri veririk. Ən böyük akvariumda bulunan budur. Bunlara bir dənə qoyuram, bir dənə qoyuram bunlara. Yəni 6-nı 1-ə vururam, bir də 4-ü 1-ə vururam. Üstə gəl 2A bərabərdir 60. Bunu hesablayıram. 14 üstə 2A bərabərdir 60. 2A bərabərdir. Deməli 60-dan 14 çıxıram. 14 eləmir, 10 eləyir. Üzrlü sayın 10. 6 üstə 4 10 eləyir. 60-dan 10 çıxıram. 50. 50-ni də 2-yə bölürəm 25. Deməli 25 dənə kiçik akvarium lazımdır. Bir dənə orta ölçülü, bir dənə də böyük. Cəmi elədi 27 dənə akvarium. Bir də baş salıram. Biz əgər akvarium sayını çox istəyirsə, bacardığımız qədər böyük akvariumlara az balıq yerləşdirək ki, çox akvarium istifadə olunsun. Balaca akvariumlara axı az balıq yerləşir. Ona görə mən orta ölçülü ilə böyük ölçüyə bir dənə balıq yerləşdirdim. Yəni onları 1-ə vurdum. Sonra 60 dənə balıq deyil, 60-dan çıxdım, onların cəmini böldüm 2-yə. Çünki 2 dənə balıq tutan akvariumların sayını tapmaq lazımdır. 25 dənə bundan lazımdırsa, bir dənə bundan, bir dənə bundan cavab 27. Ən çox 27 olacaq. Çox qəşəng sualdır. Gəldik növbəti suala. Belə bir, buranı silim. Belə bir şey verilib. Əkov, əbub verilib. Baxın, hərflər var da, emin falan var. Onların cəmini istəyir. Bu tip suallarda yerinə qoyub yoxlamaq, tapmaq mümkündür. Bax, bu n bərabərdir 2m o deməkdir. Yəni, n m-dən 2 dəfə çoxdur. İlk ağla gələn ədəd nədir? M-ə 1, n-ə 2 qoymaq. Həqiqətən belə qoysaq, n hərfi, m hərfindən 2 dəfə çox olar. Aparaq bu rəqəmləri qoyaq, bax, buralarda yerinə. Görək düz gələcəyimi. Onda olacaq 3 vur əkov. 3 üzəri 2, 5 üzəri 1. Çıx 2 vur əbob. 3 üzəri 1, 5 üzəri 2. Gəlin hesablayaq. Biz bilirik ki, 3-ün kvadratı 9 edir, 5 üstü 1, 5 edir. 3 vur əkov. 9 ilə 5. Çıx 2 vur əbob. 3 ilə 25. Bu ədədlər də öz aralarında qarşılıqlı sadə olduğuna görə qarşılıqlı sadə ədədlərin əkobların hasilinə, yəni 3 əldə emirəm, 9-u 5-ə vururam. Əbobları isə 1-ə bərabər olduğuna görə hesablama aparsam görəcəm ki, cavab həqiqətən də 133 eləyir. Deməli, düz götürmüşəm ədədləri. Biri 1-dir, 1 2. Onların da cəmi olacaq 3. Bu qədər bəsit. Növbəti suala baxırıq. 11-ci sual. Deyir ki, Nihat və Muradın düzəltdikləri çərpələnglərin sayı və onlara sərf etdikləri saat miqdarı əks olunub. Eyni məhsullarla deyil, 120 dənə çərpələng neçə saat hazırlanır? Çox asan. Uşaqlar, bax, Murad 32 dənəsini, bax, qırıq-qırıq xətlər gəlir, bura çıxır, görürsünüz, 8 saat hazırlayıbsa. Onda 1 saata, bax, Murad 1 saata hazırlayacaq 32 bölü 8, yəni 4 dənəsini. Nihat isə 40 dənəsini əgər 5 saata hazırlayıbsa, 1 saata 40 bölü 8-ni. Daha doğrusu 40 bölü 5-ini hazırlayacaq, o da deyəcək 8 dənə. Birlikdə işləyirlərsə, bunları toplayırsam, deməli, birlikdə 1 saata 12 dənəsini hazırlayırlar. Cəmi də 120-dirsə, 120-ni də 12-yə bölürəm, eləyir 10 saat. 12-ci sual. Diaqram verilib, deyir, hər bir qabda su və şəkərin miqdarı verilib. Hər 3 qabı qarışdıranda əmələ gələn məhlulda neçə faiz şəkər olar? Bunda asan yolu var, uşaqlar. Baxın, 1-ci qab, 2-ci qab, 3-cü qab. 1-ci qabda nə qədər şəkər var? 20. Görsənir də bu göylər şəkərdir. 20 şəkər var, 40 da su var. Onda 1-ci qabda 60 qram məhlul var. O birisində 10-un 30-a 40-dır məhlul, kütləsi 40-dır. 3-cü qabda 40 və 60 göstərir, o da eləyir 100. İndi baxın, 60, 40, 100. Cəmi nə qədər məhlul elədi? 200. 200 qram məhlul, bilir ki, 100%-dir. Bizdən də neçə faizə deyil. Biz də bilir ki, faiz onun tərkibindəki şəkəri və yaxud da dozu bildirir, suyu bildirmir. Buradakı şəkər 20-dir. Buradakı 10-dur. Buradakı da 40-dır. Toplayanı da 20, 10, 40-ı toplayanı eləcə 70. 70-dir x faiz. Belə. İndi çarpaz vursam, deməli, 100-ü vuracam 70-ə, böləcəm 200-ə. İxtisar aparsam, 70 bölü 2 cavab 35% olacaq. Yəni, cavab 35.
Növbəti sual, yenə baxın bayaqki sual oxşuyur. Nihat 54-ün 6 saat eləyibsə, 1 saata Nihat eləyəcək. Deməli 54 bölü 6-dan 9. Amid isə 40-ın 8-də görürsünüz, 40-ı 8-ə bölürəm 5. Birlikdə deyilsə bunları toplayıram, edir 14. 84-ü də 14-ə bölürəm. Cavab 6. Точно bayaqki suala oxşuyur. Növbəti sualımıza baxırıq. Bu da bayaqçılar oxşuyur. Görək nə deyir. Deyir, A və B kranlarına axan suyun miqdarının zamana görə dəyişməsi verilib. Həcmi 100 litr olan boş hovuzu doldurmaq üçün A kranı, boşaltmaq üçün B kranı eyni zamanda açılarsa, onlar 9 saat açıq qalarsa, hovuzun neçə faizi dolmuş olar? İndi baxın. Əgər birinci boru A borusu doldurursa, 18 litri 2 saata doldurursa, 1 saata 18 böl ikisini, yəni 9 litrini doldurar. İkincisi isə 15-i 3-ə bölürükdə. Əgər 3 saat 15-in boşaldırsa, 1 saata 5 litrin boşaldır. Biri doldurub, biri boşaltdığına görə onları bir-birindən çıxırıq. Deməli, 1 saata hovuz 4 litr dolar. 1 saata hovuz 4 litr dolar. İndi gör nə deyir. Deyir ki, bunlar 9 saat açıq qalır. 9 saat açıq qalırsa, 4-ü vururam 9-a, edir 36. Deməli, 9 saata hovuzun 36 litri dolar. 100 litrlik də hovuzdur. Deyir, neçə faizi dolmuş olar? Biz də bilirik ki, 36 100-ün elə 36 faizidir. Yəni, belə eləyirlər də, 36 tire x, 100 litri tire 100 faiz. Çarpaz vursam, elə buradan 36 faizi dolmuş olar. Desəydik ki, neçə hissəsi dolmamış qalar, cavab 64 olardı. Növbəti suala baxırıq. Buraları silirəm. Buraları silək. Deməli, belə bir kəsir verilib, çətin görsənir, amma çətin deyil. Baxın, burada ilk öncəliyimiz bu sürətləri, daha doğrusu qüvvətləri 5-ci dərəcəyə ixtisar aparmaqdır ki, rahatlaşsın. Misal olacaq əkov x, y bərabərdir 7-nin kvadratı, yəni 49. Uşaqlar, burada deyir ki, tam ixtisar etdikdə x bölü y alınır. İndi bilirik ki, əkovları 49 olan ədədlər ya 1 ilə 49 ola bilər, ya da 7 ilə deməli 49 ola bilər. 2 dənə variantımız var. Amma tam ixtisar edinə görə 7 ilə 49 ixtisar gedir axı, olmaz. Amma 1 ilə 49 tam ixtisar olunmuş kəsirdir də. Elə bir ki, biz burada x-a 1, y-ə 49 desək, 49-da bir kəsir tam ixtisar olunmuş kəsir sayılır. Ona görə biz x-a 1 deyəcəyik, y-ə 49. X, y tapıldı. Bunu da bərabər eləyəcəyik t üstəgəl 2 böl 100t üstəgəl 47. Gəlin bunu həll edək. Bunu silirəm. Deməli, yazıram ki, t üstəgəl 2 böl 100t üstəgəl 47 bərabərdir 49-da 1. Çarpaz vursam bunu. Olacaq 49t üstəgəl 98 bərabərdir 100t üstəgəl 47. T'ləri bir tərəf atsam, 100t'dən 49t çıxsam 51t eləyəcək. 98-dən 47 çıxsam, o da 51 eləyəcək. 51 də 51-ə bölündə 1 eləyəcək. Deməli, t də 1-dir. Bu 49, doğrusu bu 1, bu 49, bu da 1. Cavab 51 eləyəcək. Növbəti sual deyir, m böl 9 7 olarsa, qalıq da n olarsa, m-in hansı qiymətində qalıq ən böyük olar? Biz də bilirik ki, qalıq burada ən çox neçə olar? Əgər bölən 9-sa, qalıq ən çox 8 ola bilər. Çünki qalıq böləndən kiçik olmalıdır. Onda m böl 9 bərabərdir 7, qalıq 8 yazsaq, bölünəni tapmaq üçün böləni qismətə vurub üstünə qalığı gəlirik. O deyilir 63 üstəgəl 8, yəni 71. Növbəti sual. Tacəddin 6 ədəd detalı 15 manat, 6 ədəd detala 15 manat ödəyirsə, 14 dən detala neçə manat ödəyər? Çox asan. Əgər 6-sına 15 manat ödəyirsə, 14-nə daha çox ödəyər də düz mütənasibdir. X çarpaz vururuq da düz mütənasibləri. 15-i 14-ə vurub x-in çarpazına bölürük. Bunlar ikisi də 3-ə bölünsün. Burada 5, burada 2, 14-də 2-ə bölürəm 7. 7-ni də 5-ə vururam, 35 D variantı. Növbəti sual 18-ci sual. Deyir, C ən kiçik sadə ədəd olarsa, belə bir kəsir verilib, bunun düzgün kəsir olması üçün K tam ədədi hansı şərti ödəyər? Ən kiçik sadə ədədimiz bilirik ki, 2-dir. 2 böl 5 çıx K düzgün kəsir olmalıdır. Uşaqlar, düzgün kəsirdə də yadda saxlayaq ki, məxrəc
mütləq böyük olmalıdır surətdən. Yəni 5-k 2-dən böyük olmalıdır. Burada k-nı bu tərəfə atıram, 2-ni bu tərəfə atıram, olacaq 5-2, yəni 3 böyüdür k. Əgər 3k-dan böyükdürsə, k da 3-dən kiçikdir. Yəni 3-dən balaca ədədlər aparıb qoysaq yerinə düzgün kəsir olar. A variantı. Növbəti sualda deyir ki, qadir 40 km yolun 30%-ni gedəndən sonra daha neçə kilometr getməlidir ki, yolun sonuna çatsın. 30%-ni gedibsə neçə faizi qalıb? 70%. Bizdən də 70%-ni istəyir, çünki qalan yolu istəyir. 40-ı vururam 70-ə, bölürəm 100-ə. İxtisar aparıram, cavab 28. A variantı. 3 ardıcıl natural ədədin cəmi 66-dır. Biz bilirik ki, ardıcıl natural ədədlər 1-1 artır. Amma tək cütdəsə 2-2 artır. Birinə x desəm, o birisinə x üstə 1, o birisinə x üstə 2 deməliyəm. Cəmi də 66-dırsa, bunları toplayıram. Burada 3 dənə x var, bir də 1 ilə 2 də 3 eləyir. Bərabər 66. 66-dan 3 çıxıram, çünki üstə gəl çıxma olur tənlikdə. Eləyir 63, 63-ü də 3-ə bölürəm, 21. Ən kiçik ədədlə ən böyük ədədin hasilini istəyir. Ən kiçik ədəd bizdə x-dir, ən böyüyü x üstə 2-dir. Deməli, ən kiçiyi 21-dir, ən böyüyü 21 üstə 2, yəni 23-dür. Onların da hasili neçə eləyəcək? 21-i 23-ə vururuq. 3, 6, 2, 4. 3, 8, 4. 4-ü 83 eləməlidir, səhv eləmirəmsə. Belə. 21-ci sual. Deyir ki, idman malları mağazasında Əbdülrəhman hər birinin qiyməti 600 manat olan velosiped satışını həyata keçirir. 2 velosiped alana ikinci velosiped üçün 80% endirim edilir. Amid 2 velosiped aldıqdan neçə manat ödəniş etməlidir? İndi baxın. 2 dənə velosiped alana deyir, ikinci üçün 80% endirim edilir. Deməli, birinci velosipedi təsəvvür ki, aldı 600 manat. İkinci velosiped alanda artıq ikinci velosipedi 80% endirim olursa, deməli hər şeydə 100%, axı neçə faiz ödəməlidir? 100-dən 80 çıxıram 20%. Deməli, ikinci velosiped üçün 20% ödəməlidir. Yəni 600-ün 20%-ni tapıram. 600 vur 20 böl 100. Bunlar da ixtisar getsə olacaq 600 üstə gəl, 6 vur 20-də 120. Deməli, cəmi 720 manat pul ödəməlidir. İndi baxaq növbəti suala, deməli. 21-də, 22-yə baxırıq. Cədvəl verilib, təminatlar sistemindən əldə olunur. Deyir, IELTS qrupu var, bir də ümumi biliklər var. Oğlan qızın sayının cəmi 90 verilib, burada da 20 verilib. Birinci işimiz təminatlar sistemini qurmaqdır. Deməli, buralara silirəm. Deməli, yazıram. 6x üstə 3y bərabər 90, 6. X üstə y də bərabərdir 20. Buradan ya x-i yox eləyək, y. Mən belə eləyəcəm. Aşağının hər tərəfi mənfi 3-ə vuracam ki, yuxarı ilə toplayanda getsin. Bu tərəfə yazıram. Deməli, 6x üstə 3y 90, mənfi 3x, mənfi 3y də mənfi 60-dır. Toplayanda bunlar gedir. 3x olur 30, x olur 10. X-i tapdıq. Y-i də tapmaq üçün aparıb yerinə qoysam, x-i aparıb qoysam məsələn bura, 60 üstə 3y 90-dırsa, 60-dan 90-dan 60 çıxıram 30, 3y 30-dırsa, y də 10-dur. Deməli, x də 10-dur, y də 10-dur. Bizdən nə istəyir? Bizə deyir ki, IELTS qrupundakı qızların sayı, ümumi biliklərici oğlanların sayının hansı hissəsini təşkil edir? Biz x-i, y-i 10 tapmadıq, onda bura 30-dur, bura 60-dır, bura 10-dur, bura 10-dur. IELTS qrupundakı qızlar 10 dənədir, 10 dənə. Ümumi biliklərdəki oğlanlarda 30 dənədir. 10 30-un hansı hissəsidir? 10-u 30-a bölürəm, ixtisar aparıram, cavab 3-də 1 olur. Növbəti sual 23. Deyir ki, sinifdəki şagirdlərin 80% ingilis, 60% isə fransız dilini bilir. Sinifdəki şagirdlərin neçə faizi hər iki dili bilir? Uşaqlar, biz bilirik ki, hər iki dili bilmək üçün nə edəcəyik? Hər bir şey 100% olmur. 80% ilə 60% toplayıram. Görürəm 140 edir axı. 100-ü keçir. Deməli, 40% ortağa düşür. 140-dan da çıxıram 100. Cavab 40%. Hər iki dili bilir. Cavab 40. 24. Birinci çəndə 200 kub santimetr, ikinci çəndə isə 112 kub santimetr su var. Birinci çəndən ikinci çənə nisbətən saatda 22 kub santimetr çox su töküldüyü məlumdursa, neçə saatdan sonra çənlərdə olan suyun həcmi eyni olar. 2 dənə çənimiz var bizim. Deməli, birinci çəndə 200 kub metr su var.
İkincidə 112. Birinci çəndən ikinci çənə nisbətən saatda 22 kub santimetr çox su töküldüyü məlumdursa. Deyir ki, neçə saat sonra çənlərdə olan suyun həcmi eyni olar. Həcmi eyni olar. Burada nə edəcəyik? Birinci çəndən ikinci çənə nisbətən saatda 22 kub santimetr çox su töküldüyü məlumdursa. Elə bilin ki, bu birinci çən, ikinci çənə nə qədər çox su tutur? Bir dənə onu tapaq. 200-dən çıxaq. 112-ni neçə edir? Deməli, 88 edir, düzdürmü? 88 edir. Və 22 kub santimetr çox su tökülürsə, 88-də 22-yə böləcəm, neçə eləyəcək? Bir dəqiqə, getdi. 88-də böləcəm 22 eləyəcək 4. Əgər hesablama səhv eləmədimsə, 4 olmalıdır. Bir dənə təzədən oxuyaq sualı. Deyir, birinci çəndə 200, ikinci çəndə 112 var. Və 22 kub santimetr çox su tökülür. Neçə saat sonra çənlərdə olan suyun həcmi eyni olar. 200-dən 112 düz çıxdım. 88, 88-də 22-yə böldüm. Elədi 4 saat. Məncə hesablama səhvdə yoxdur. 24-cü sual. Bəli, düz tapmışıq. Elə cavab da 4-dür. Belə, yəni onların fərqini tapıram, görüm nə qədər çoxdur. Sonra 22 kubmetr tez dolduraq, ona görə 22-yə bölürəm. Deməli 4 saata bunların həcmi eyni olacaq. Növbəti suala baxırıq. Deyir, 3 ədədin cəmi 30-dur. İkinci ədəd birincidən 4 dəfə. Yəni buraları silim. Buraları silək. Aha. Deməli deyir ki, 3 dənə ədəd var. Deyək ki, birinci ədəd, ikinci ədəd, bir də üçüncü ədəd. Cəmi 30-dur. Deyir ki, ikinci ədəd birincidən 4 dəfə böyükdür. Onda 1-ə x, 2-yə 4x qoyum ki, 4 1-dən 4 dəfə böyük olsun. Üçüncü ədəddən isə 6 vahid böyükdür. Onda üçüncü ədədə 4x çıx 6 qoyuram. Niyə? Bax, bu ikinci ədəd bundan da böyükdür. Bundan da böyükdür. Bundan 4 dəfə böyükdür, ona görə 4-ə vurdum 2-ni. Bundan 6 vahid böyükdür ki, ona görə üçüncüyə kiçik qoymalıyım. Əgər üçüncüdən böyüksə, deməli üçüncüdə 6 vahid kiçikdir. Bu üçünün cəmi, yəni x-in, 4x-in və 4x çıx 6-nın cəmi 30 eləməlidir. Toplayanda bunlar 9x bərabərdir. Bunu bir tərəf atıram, 36 olur. X da olur 4. Bizdən də hasilini istəyir, aparıb yerinə qoyuram. Birinci 4-dür, ikinci 4 vur 4-dür, yəni 4 vur 4. Üçüncü 4 vur 4 çıx 6, yəni 16 çıx 6, yəni 10-dur. Bunların da hasili olacaq 16 vur 10, 160, 160-da 4-ə vururam, 640 edir. Növbəti suala baxırıq. Bu da bayaqki suala oxşuyur, eyni sualdır bəlkə də. N-ə 1, M-ə 2 qoysaq, aparıb buralarda yerinə qoysaq, düz gələcək. Cavab yəni 3 edir. Bunun eynisini bayaq şərhliyəni bir də yazmaq istəmirəm. Sonra bu suala baxaq. 2 fəhlə birlikdə 6 saata görürük ki, birinci fəhlə ikinci fəhlədən 9 saat ləng iş görür. Ləng yəni gecdən. Deməli, birinci fəhlə, bir də ikinci fəhlə. Birinci fəhlə ikincidən 9 saat ləng görürsə, onda ikinci fəhlə x saata görürsə, birinci fəhlə x üstə 9 saata görər. Axı, gecə işləyir, daha çox vaxt sərf edir. Biz də bilirik ki, cəmi 6 saatsa, biz belə sualları hovuz məsələlərini oxşuyur da, işçi məsələləri, hovuz məsələləri. 1 böllə işləyirik, 1 saata gördüyü işi tapırdıq. 1 böl x üstə 9, üstə gəl 1 böl x bərabərdir 1 böl 6. Sonra ortaq məxrəci eləyirik. Ortaq məxrəc x vur, x üstə 9-dur. Çarpaz vursaq, çünki burada x çatmır, burada x üstə 9. Məxrəci eyniləşdirmək üçün olacaq x üstə 9 bərabərdir 6-da 1. Məxrəc olacaq deməli x kvadrat üstə 9x. Yuxarı olacaq 2x üstə 9 bərabərdir 6-da 1. Yuxarını silirəm. İndi biz çarpaz vursaq bax bunları, onu da yuxarıda yazıram. Olacaq x kvadrat üstə 9x bərabərdir 12x üstə 54. X kvadrat 12x atıram sol tərəfə, 9-dan 12 çıxıram, mənfi 3x, 54 atıram, mənfi 54. Bunu diskriminatda elə bilərik viyyətdə. Toplayanda müsbət 3, vuranda mənfi 54 eləyən ədədləri tapmalıyıq. Onlardan hansı ədədlərdir? Deməli, 9 ilə mənfi 6-dır. Mənfini götürə bilməliyik.
9-u götürəcəyik. Deməli x 9-dur. Bizə də birinci fəhlə istəyir axı. Birinci fəhlədə x üstə 9-dur. Yəni 9-un da üstünə 9 gəlirəm, cavab olur 18 saat. Növbəti suala baxırıq. 175% onluq kəsrə çevir. Biz bilirik ki, faizi ədədə çevirmək üçün 100-ə bölürük. 175-də 100-ə böləndə 1,75 eləyir. 29-a baxırıq. Cədvəldə A, B ədədlərinin müxtəlif sadə vuruqları verilib. Əbab AB verilib, K-nı istəyir bizdən. Biz əvvəlcə A-nı tapaq. A bərabərdir. A, baxın bu işarətdə olacaq 3 üstü. Bax, sayı buradadır da. 3-ün sayı verilib. 3-ün neçədən oldu? 3 üstü 6. 2-də bax, K-da 2 dənə verilib. Görürsünüzmü? K-da 2 dənə verilib. Yazıram K üstü 2. B-də isə K verilib 7 dənə. Biz də bilirik ki, əbab ortaq vuruq. Yəni, ortaq vuruqlardan az olanı götürürük də. İkisində də 3 var. Əbab olacaq burada az olan, yəni 3 üstü 2. Bir də K üstü neçəsə? Yox, K üstü 2-də elə 2 balacadaq. K üstü 2. Baxın, bu bərabər olmalıdır 441-ə. Burada nə eləyəcəyik? Qüvvətlər eynidirsə biz 3-ü K-ya vura bilərik. Sürət, qüvvətlər axı eynidir, 2-dir. Olacaq 3K üstü 2 bərabərdir. 441-də 21-in kvadratı daxı. Hər tərəfi kökə salsaq 3K kvadratlar gedəcək. 3K 21-dir. K da olacaq 7. Bizdən nə istəyirdi? K-nı. Cavab 7. Belə. Nə isə başa düşməsəz, videoya bir də təkrar baxarsınız həmən misallara və hesablama səhvlərim ola bilər, onları bildirərsiniz zəhmət olmasa. Diqqətsiz səhvlərim ola bilər, amma belə həllərində bir sıxıntı yoxdur. 30-cu suala baxırıq. Yenə diaqram verilib, ABC verilib, əbab AB böl əkob AB böl əbab BC-ni istəyir. Buraları silək ki, yer tutmasın. İndi baxaq. Birinci əkob AB-ni tapaq. A, B görünür də burada, A, B burada, C də buradır. Əkob AB-ni tapaq. Əkob AB. Əkob həm ortaq, həm də ortaq olmayan vuruqların asilidir. Yəni, tutaq ki, 3 birində 4 dənədir, birində 5 dənə. Biz 3 üstü 5-i götürəcəyik, amma əbobda 3 üstü 4-ü götürəcəyik. Az olanların sayı əbobdur, çox olanların sayı əkobdur. İndi baxırıq. A-da 3-dən 6 dənədir. B-də 3-dən 4 dənədir. Onda biz dedik ki, böyük götürürük. 3 üstü 6-nı götürürük. Vur. Həmçinin 7-lərə baxırıq ki, A-da 7 dənədir. B-də isə nə qədərdir? Yox, A-da 7-dən deyil. A, bu da 7-dən 4 dənə, 3 dənədir. Baxın, 3 dənə. 7-dən 3 dənədir. 3 dənədir. B-də isə 6 dənədir. Burada 7 üstə 6-nı götürəcəyik. Bu oldu əkob. İndi gəldik əbob BC-ni tapmağa. Əbobda isə balacıları götürəcəyik. Bax, B ilə C-yə baxırıq. B burada. Deməli, burada 3-dən 5 dənədir. O birisində 6 dənə. Biz balacanı götürəcəyik. 3 üstü 5. 7-lərdən də balacanı götürəcəyik. B və C-də. B və C-də. Deməli, 7-lərdən balaca. 7-lərdən deməli, biri 6 dənədir. B-də 6 dənə 7 var. C-də isə 7 dənə. Biz 6 dənəni götürəcəyik. İndi bunların nisbətini istəyir. İxtisar aparsaq bunları 3 üstü 6-nı 3 üstü 5-ə bölsək cavab 3 eləyəcək. Yəni, bunun cavabı 3 oldu. Deməli, bu neçənci sualdır? 30. Baxaq görək, nərisə diqqətsiz səhv eləmişəm. Yəni, baxım, 30-cu sualda yəqin ki, hesablama səhv eləmişəm, çünki cavab 3 deyil. Bir dənə də baxaq, deməli, diaqramda AB-nin əkobunu verib. Əkob AB. A budur. 3-dən 6 dənədir. Bax, 3-dən 6 dənədir. Deməli, burada 3-dən 5 dənədir. Biz 3 üstü 6-nı götürdük. Vur. B-lərə baxırıq. B-lərdəki deməli, A-da daha doğrusu 7-lər A-da
3-də nədir? B-də 6 dənədir. 7 üstə 6-nı götürdük. Bura qədər bir problem yoxdur. Əboblara baxırıq B və C-yə. B və C-yə deməli 3-dən 4-də nədir? 3-dən 7-dən. 3-dür 7 yazırıq bura. Hə, burada diqqətli eləmişəm. Deməli 3-dən 7-dəndir B və C. B 3-dən 5 dənə buradadır. 3-dən 5 dənə. 3-dən 5 dənə. 3-dən 5 dənədir deməli. Təzədən baxaq. Əkob AB bir dənə baxaq təzədən. Əkob AB. A budur, B budur. Baxın A budur. Bir də bu. B-dəki budur. Bir də ki bu. Bunlardan biz böyüyünü götürəcəyik. Görürük ki, burada 7 üstü 6 daha böyükdür və 3 üstü 6 daha böyükdür. Böl. İndi gəldik B və C. B və C-ni də bu bir dənə işarə edeyim. Diqqətsizlik olmasın. B və C. B budur. Bir də bu. C-miz də baxın bulardır. Burada isə kiçiyi götürəcəyik. Yəni 3 üstü 4'ü 3 üstü 4'ü. Bir də 7 üstü 6'nı. Düz yazdım. Bəs mən 9 alıram cavabı. Düz tapmışım, 9 tapmışım. 9'u cavab. Belə. Ola bilər də ardıcıl hesablama səhvim olar, onu deyərsiniz. Növbəti sual. 3 ardıcıl tək natural ədədin cəminin 5'də 3 hissəsi 70,2 olarsa böyük ədəddir. Ardıcıl tək ədədlər bizdə 2 artı bayaq demişdim. Biri x-dırsa o birisi x üstə 2'dir, o birisi x üstə 4'dür. Bunların cəmi eləyəcək 3x üstə 6. Bunun da 5'də 3 hissəsidirsə 5'də 3'ə vururam. Bu bərabər olmalıdır 70,2. 70,2. İndi burada 3x'i birinci vururam 5'də 3, yəni 0,6'ya. 3x'i 0,6'ya vuranda 1,8x edir. Sonra 6'nı vururam 0,6, yəni 5'də 3'ə eləyəcək 3,6 bərabərdir 70,2. Sonra nə edirik? 1,8x tapmaq üçün 70,2'dən 3,6'nı çıxırıq. Deməli, neçə eləyəcək? 70,2 çıx 3,6. Hesablama aparaq bir dənə. Deməli, 70,2 çıx 3,6. Eləcək 66,6. 66,6'nı da 1,8'ə bölsək 37 eləyəcək. Bizdə də ən böyük ədəd istəyir. Ən böyük ədədimiz axı bizdə x üstə deməli 4 idi. 37'nin üstə 4 gələcəm olacaq 41. Olacaq 41. Belə. Növbəti suala baxırıq. Belə bir şey verilir. Bizdə istəyir m üstə n böl m çıx n. Uşaqlar, m bunların asildir, n bunların asildir. Onda m üstə n deyəndə 5 vur 13 vur 2 üstə gəl 7 vur 11 böl. Deməli, yenə 5 vur 13 vur 2 çıx 7 vur 11. Daha hesablamasını eləmirəm. Bunu hesablayacaqsınız. Sonra ixtisar gəlirsə ixtisar yapacaqsınız. 33-cü suala baxırıq. Zavodda bütün işçilərin 35%-ni kişilər təşkil edir. Qadınlar kişilərdən 223 nəfər çox olarsa, zavodda neçə nəfər işləyir? Bütün işçilərin 35%-i kişilərdirsə, deməli 65% də qadınlarda. Hər şey 100% olur. İndi baxın, 35% kişidir, 65% qadındır. Mən kişiyə x desəm, qadın ondan 223 nəfər çoxdursa, x üstə 222 olacaq. Bunları ixtisara aparacağım.
Məsələn 5'e. Burada 7 qalacaq. Burada qalacaq 13. Sonra çarpaz vururam. Olur 13x bərabərdir 7x üstə gələ 7 vur 222. O da neçə eləyəcək 7-ni 222'ye vuranda? 1554. 13'dən 7 çıxıram. 6x bərabərdir 1554. 1554 6'ya böləcəm. 259. Bizə deyir ki, cəmi neçə nəfər işləyir? Bizdə cəmi işçilər qadın və kişilərin cəmidir axı, yəni x üstə 222, yəni bundan bunun cəmi. X-i də 259 tapmışam deyənə. 259 üstə 259 üstə 222. O da eləyəcək, deməli 740 nəfər işçi. Bu da belə. Növbəti suala baxırıq. Belə bir hesablama verilib. Onluq kəsilərin bölünməsi. Bununla bölürük, üstünə də bunu gəlirik. 4 tam 10 mində 5045'i bölürəm 0 tam %45'e, üstünə 29 tam %99 gəlirik. Bunun da bölmə qaydasını öyrədim bilməyənlər üçün. Deməli, burada nə edəcəyik? Vergüldən sonraki rəqəmlərə baxırıq. Burada 4 rəqəm var, burada 2. 100'ə vururuq da elə bir ki. 100'ə dirəmi 10 minə vururuq. Çünki burada 4 dənə rəqəm var, 10 mində 4 dənə 0 var. 10 minə vuranda bu eləyəcək 45 0. 45, bu eləyəcək 45 0 0. Bunları böləndə, bax bunun içində bir dənədir. Çıxanda eləyəcək 4500. Hətta 10 dəfə qoyacam, 10 dəfə. Çünki 45 min olur da. Burada 45 qalıq qalır. 45 bölünməsə vergül atıram, 0 atıram, yenə bölünmür. Burası 0, burası 0 atıram, 4500'ün içində də bir dəfədir. Deməli 10 tam %1. 10 tam %1'in də üstünə 29 tam %99 gələndə 40 tam eləyəcək. Yəni Y variantı. 35 asan sualdır. 48'in 8'də 7 hissəsi o demək ki, 48'i 8'də 7'yə vurursan, yəni 8'ə bölüb 7'yə vurursan, o da 42 eləyir A variantı. Növbəti sual. 260 metr uzunluqlu boru 2 hissəyə bölünüb. Birincinin 24%, ikincinin 54%'dir. Birinci x olsun, ikinci y olsun. Bunun 54%, bunun 24%, o birisinin 54%'dirsə, yəni birini 24'ə vurub 100'ə bölürəm, birini 54'ə vurub 100'ə bölürəm. Bunlar bərabər olmalıdır. Yüzləri ixtisar aparıram, 24 ilə 54 aparıram. Deməli, 6'ya, burada 9 qalsın, burada qalsın 4. Deməli, 4x bərabər 9y. Bundan sonra biz tərs götürürdük də. Deməli, x-a 9k, y-ə 4k deyirdik. 9k x-dir, 4k y-dir. Bunların da cəmi 260'dırsa, toplayanda 13k eləyir, 260'a bərabərdir, k da 20'dir. Bizdən böyük hissəni istəyir, 9'da böyüksə, 9'da 20'yə vuranda 180. Əhalinin sayı 70 mindən 74 min 200'ə artdı, neçə faiz artdı? İlk qiymət həmişə 100% olur. Artım nə qədərdir? Bax 70 mindən 74 min 200 artıbsa, deməli 4200 artım olub. O da x faiz. Bunu da çarpaz vururam. Sıfırları silək. Bunları da bölək 7'yə. Burada 6 qalacaq, burada 100. Çarpaz vursam 100x bərabərdir 600, x də bərabərdir 6%. Y variantı. Deməli 38'ə baxırıq indi. Çox asan sual. Dövrü kəsildi. 0'dan dövrdəki 10'da 6. 0-ondakı dövrdə 6, belədə 90'da 26 çıx 2, yəni 24. Üstə gəl 10'da 2. Bunları ortaq ixtisar aparaq birinci. Bunları aparaq. Deməli 6'ya. Burada 15 qalacaq. Burada 4 qalacaq. Bu da 10'da 2'də 5'də 1 olsun da ixtisar getsin 2'yə. Ortaq məxrəc 15'dir. Burada 4 qalır. Burada da 3 qalır. 15'də 7 eləyir. Belə. 39. Surəti məxrəcindən 3 vahid kiçik olan kəsirin özü ilə, bax surəti məxrəcindən 3 vahid kiçiksə, deməli surət x-sə məxrəc x üstə 3'dür. Ki kiçik olsun da. Özü ilə tərsinin cəmi, yəni tərsinə fırladıram bunu. Bax belə, bunların cəmi 2,9'dur. 2,9'da 10'da 29 yazıram. Gəlin bu tənliyi həll edək. Bunu həll etməkdən ötürü ortaq məxrəc tapıram. Ortaq məxrəc nədir bunlar? Deməli, bunların hasili də ortaq məxrəc olacaq. Deməli, x kvadrat üstə 3x. X kvadrat üstə 3x da bu buna vurulur, bu buna. Olur. X kvadrat üstə gəl. X üstə 3'ü x üstə 3'ə vuranda x üstə 3'ün kvadratı eləyir. O da müxtəsər kimi açılsa x kvadrat üstə 6, x üstə 9 olur. Bərabərdir 10'da 29.
Bunu da sadələşdirsəm, deməli, olacaq nə? 2x kvadrat üstə gəl 6x üstə gəl 9 böl x kvadrat üstə 3x bərabərdir 10'da 29. Çarpaz vursam 20x kvadrat üstə gəl 60x üstə gəl 90 bərabərdir 29x kvadrat üstə gəl 29'da 3'ə vuranda 87. X-də hamısını bir tərəfə atsam, sağ tərəfə atıram, olur 29'da 20 çıxıram, 9x kvadrat çıx 60 burada x yazmamışım. 87'dən 60 çıxıram, eləyir 27x çıx 90. Hər tərəfi bölürəm 9'a ki, biraz sadələşsin. Diskriminanta gəlib çıxacaq ya da v-yə. Deməli olacaq x kvadrat çıx 3x çıx 10 bərabər 0. V-lə köklərini tapsam, toplayanda 3, vuranda mənfi 10 eləsin. O da eləyəcək deməli 5 və mənfi 2. Biz də mənfini götürə bilmədiyimizə görə 5'i götürürük. Deməli x oldu 5. Bu kəsiri tapdıyıq. Kəsirdə demirdi surət məxrəcdən 3 vaid kiçikdir. Yəni biz buna x üstə 3 dedik. Onda yerinə qoysaq 5 böl 8 olacaq da. 5 böl 5 üstə 3. Yəni 8'də 5 cavab. Belə bir sual. 40-cı suala baxırıq. Belə bir şey verilib. Deyir ki, tərkibi A, B, C, D maddələrindən ibarət məhlul verilib. Cədvəldə bu maddələrin bəzilərinin məhluldakı kütlə faizi verilib. A maddəsinin kütləsini tapır. Burada tənasüb eləyəcək uşaqlar. Baxın. Məsələn, bunu eləyək. 70-28 faiz isə 20 faiz də tutaq ki, x-dir. Bunu çarpaz vursaq, burada 70'i 20'yə vurub, 28'ə bölürük. 7'yi çarparım, burada qalır 4, burada 10. 20'ni də 4'ə bölürəm 5, 5'i də 10'a vururam 50. Deməli, bura oldu 50. Bura 50 oldu, əla. İndi burayla tənasüb edirəm. Buraya yazıram y faiz. Bunu çarpaz vururam. Deməli olacaq 40 vur 28 böl 70. Y tapıram. Bunlar da ikisi də 7'yə bölünür. Burada qalır 10, burada qalır 4. Bunlar da 10'a bölünür. 4 vur 4, 16. Bu da oldu 16. İndi bizə A maddəsi lazımdır, düzdürmü? 16 faiz. İndi baxın, cəmi 100 faiz olmur məhlul. 28'i burada, 20'si burada. Elədir 48, bu da 16, elədir 64. Əgər 64'ü getdisə, qaldı 36 faiz. Deməli, bura 36 faizdir. Burada A deyək də məsələn. Bunun çarpaz vuraq. Deməli, olacaq nə? Bax, belə çarpaz vursaq, 40'ı vururam 36'ya, bölürəm, A-nın çarpazda 16, dax 16'ya. Bunları bölürəm 4'ə, hətta 8'ə. Burada qalacaq 5, burada qalacaq 2. 36'da 2'yə bölürəm 18, 18'də 5'ə vururam 90. Bizə də A maddəsinin kütləsini istəyir, cavab 90 olur. 41-ci suala baxırıq. 41-ci sual. 1,5 böl, mənfi 5 üstə 3'də 2. Mən 3'də 2'ni birinci yazıram, sonra mənfi 5 yazıram. Bunları çıxıram, ortaq məxrəc 6'dır. Olacaq 4 çıx 5, yəni mənfi 6'da 1. 1,5'də düzgün olmayan kəsir kimi göstərilsə, 12'də 17'dir. Bölmədə birinci qalır, ikinci təsvirlanır, olur 1'də 6, mənfisi qalır. Bunlar da ixtisar getsə, mənfi 17 böl 2, mənfi 8,5, yəni D variantı. Bu asan sualdır. 42'də deyir ki, taxıl üyüdüldükdə çəkisinin 90% qədər un alınır. Nə qədər taxıl götürək ki, 1260 kilo un alınsın. Yəni, burada 90% bu 1260'ı bildirir də. Onda 90% 1260 yazırıq, 100% 3x. Çarpaz vurub həll edirik. Olur 1260 vur 100 böl 90. Bunlar sıfıra gedir. 126 9'a bölünür, qalır 14. 14'də 100'ə vururam 1400. Yəni C variantı. Növbəti sual. 300'ün 40%'ini tap. Çox asan. 300'ü vururam 40'a, bölürəm 100'ə. Bu da deyir 120. Növbəti sual 0,3 böl 0,15. Bax, vergiden sonra 2 dənə rəqəm var aşağıda. Ona görə bura bir dənə 0 atıram. Bunları silirəm. 30 böl 15 elədi 2. Çıx. Deməli. 2 çıx. 20'də 13'ü də, bax 20'də 13'ü də bölürəm %26'ya. %26'da %26 kimi yazılsa, belə %26.
Və bölmədə də bilirəm ki, birinci qalır, ikinci tərs sıfırlanır axı. Onda olacaq vur 26-da 100. İxtisar aparsam, burada 5 qalır, burada 2 qalır. 5-də 2-yə bölsəm 2,5. 2-dən də 2,5 çıxanda mənfi 0,5, yəni B variantı. 45-də deyir ki, bağdakı ağacların 11-də 4-ü almadı, 11-də 2-si armuddur. Digər ağaclar bütün ağacların hansı hissəsidir? Çox asan. 11-də 4 ilə 11-də 2-ni toplayıram, eləyir 11-də 6. Cəmi də 11-də 11 ağac olur da, çünki məxrəc 11-dir. 11-də 11-dən də 11-də 6 çıxıram, eləyir 11-də 5. Çünki digər ağaclar istəyir. Y variantı. Bundan da bayaq işlədik. Eyni sualdır. Kopya eyni sualdır. Təzədən yazmaq istəmirəm. Eynisi bayaqki səhifədə var. Özünüz yazarsınız. Növbəti suala baxıram. Bu da oxşuyur əslində bayaqki suala. Baxaq görək nə deyir. Deyir ki, həcmi 45 kubmetr olan hovuzun 18 dəqiqə ərzində doldurulması qrafikdə verilib, suyun axma sürətinin ən kiçik olduğu zaman aralığında hovuzun neçə faizi dolar? Deməli, deyir ki, cəmi 45 kubmetr həcm var və hovuz 18 dəqiqə dolur. Burada göstərib. Və bizə deyir ki, suyun axma sürətinin ən kiçik olduğu aralıq. Axma sürəti ən kiçik görək hardadır? Onu hardan biləcəyik? Baxın. Bax, burada olacaq, burada. Çünki burada daha, belə deyim də, qısadır məsafə. Bax, burada biraz uzundur, burada uzundur, burada daha qısadır. Onu bölüb də tapmaq olar əslində. Əslində bölüb də tapmaq olar. Bizə deyir ki, ən kiçik olduğu zaman aldı, hovuzun neçə faizi dolmuşdur. Hovuzun neçə faizi dolmuşdur. Yəni, baxaq suala deməli. Həcmi 45 kubmetrdir. 9 kubmetr 8 saat olursa 9-u 8-ə bölək. 30 kubmetr 12 saat olursa 30-u 12-ə bölək. 21. Burada da 45 bölü 18. Hə, burada uşaqlar elə belə eləyirik. Bax, bu hissədə niyə görə? Çünki, bax, 9 kubu 8 saatda olubsa 9 8 bölündə hardasa 1,8-də 1 eləyir. Burada 2 tam nə qədər eləyir? Burada ümumiyyətlə 2 tam nə qədər eləyir? Ən balaca 1 tam nə qədər oldu? Yəni 9-un 8-ə bölünməsi daha balaca deyənə. Biz onda bu aralığı götürürük. Bax, bu aralıq. Baxırıq ki, burada 9 kubmetrdə oldu. 9 da 45-in neçə faizdir? 9x faizdir. 45-də 100 faiz. Çarpaz vursam, buradan x olacaq 20 faiz. Növbəti sual. 9-da 7 bölü 3,1 verib, tənasüb verib. Biz də bilirik ki, tənasübün kənar ədlərin asili orta ədlərin asilinə bərabərdir. Yəni, biz burada 3,1 x-ə vuracam, 9,3-ü də 9-da 7-yə. Bax, bu 3,1 ilə 9,3 ixtisar aparıram. Tənasübdə bərabərdə yan-yana ixtisar ola bilər. Burada 3 qalır. Deməli, x bərabər oldu 9-da 7 vur 3. 3-dən də 9 ixtisar gedir, olur 3-də 7, Y variantı. 49-cu sual. Cədvəldəki ədədlər verilib. Deyir ki, hansı hissəsi irrasionaldır? Biz də bilirik ki, irrasional kökdən çıxma ədədlərdir. Biri kök 3-dür, biri pi-dir, pi-də təqribi qiymət var. Biri 3 kök 5-dir, biri mənfi kök 2-dir. Demək, 4 dənəsi irrasionaldır. 4 dənə x faizdir. Bütün ədədlər də bizdə 10 dənədir, 10 dənə də 100 faizdir. Çarpaz vursam, x olacaq 40 faiz. Hansı hissəsi deyir? Daha doğrusu, hissə deyəndə 40 faizdə 100-ə bölsək 0,4 hissədə. Və yaxud da bunu belə yaza bilərdik. 4 dənəsi irrasional deyil, 4-ü bölürəm 10-a. Cəmi 10 dənə ədəd var, axı 0,4 C variantı. Mənə bir faiz istəyir. 50-ci sual. Şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 tondan nə qədər şəkər alınır? Heç nə. 80-i vururuq 20-yə bölürük 100-ə. O da eləyir 16 ton B variantı. Axırıncı səhifədə bitiririk. A-nın hansı ən kiçik qiymətinə 9-a qalıqsız bölünür? Deməli, deyir A-nın hansı ən kiçik qiymətinə payda 9-a qalıqsız bölünür. Biz də bilirik ki, 9-a bölünmə əlaməti rəqəmlərinin cəmi 9-a bölünən ədədlərə deyirlər. Rəqəmləri toplasaq 2, 0, 5-i toplasaq 7 eləyir. 7-nin üstünə ən az neçə gələk ki, 9-a qalıqsız bölünsün.
9'a qalıqsız bölünsün. A-nın hansı ən kiçik qiymətində? A-nın hansı ən kiçik qiymətində bu ədəd 9'a qalıqsız bölünür. Mən A plus B'ye 2 qoysam, A plus B'ye 2 qoysam, A plus B 2'dir. Amma bizdə burada A-nı istəyir, yoxsa A plus B-ni istəyir. Bu da maraqlıdır. Elə bir iki nəsə səhv düşüb çatdı. Yəqin A-nı istəyir. Hə, onda biz məsələn B-yə 2, A-ya 0 deyə bilərik də. Cavab C variantı. Yəni A-ya 0 qoysaq elə, B-yə də 2 qoysaq düz gələcək. Bu çox asan sualdır. Baxın, M-in asini istəyir. Çarpaz vururam, M vur, M bərabərdir 8 vur 10. Cavab eşitab C variantı. Akt zalında hər sıradakı yerlərin sayı sıraların sayından 8% çoxdur. Bu zaldakı yerlərin ümumi sayı 384-dürsə, sıraların sayını da. Biz deyik ki, yerlərin sayı sıraların sayından 8% çoxdur. Sıralara gəlin, sıralara x deyək, yerlərə x üstə 8 deyək. Biz də bilirik ki, sıranı yerə vuranda bütün yerləri verir. Bərabərdir 384. Bunu vurub açıb diskriminant ya da viyyət eləyə bilərik. Bunu da atıram bu tərəfə, çıx 384. Bərabərdir 0. Diskriminant eləyək, 64 üstə gələk, 4 vur 384. Biraz böyük ədədlərdir. 4 vur 384. Eləcək 1536. Üstünə də 64 gəndə 1600. Deməli, x 1 olacaq, mənfi 8 çıx 40 bölü 2. Bunu götürməyəcək, mənfi yer ola bilməz. Mənfi 8 üstə 40 bölü 2, bu da eləcək 16. Bizdə sıraların sayı istəyir. Sırada elə x deyənə cavab olur 16. Deməli, növbəti sual. Ata ilə oğlunun yaşlar fərqi 24'dür. Bu nə deməkdir? Yəni, ata oğuldan 24 yaş böyükdür ki, onların yaşlar fərqi 24'dür. Yəni, oğula x desəm, ataya x üstə 24 deməliyəm. Atanın yaşının oğlunun yaşına böldükdə, yəni x üstə 24'dür, x-ə böldükdə, natamam qismət 2'dir, qalıq 3'dür. Bu zaman biz x üstə 24 tapmaq üçün çarpaz 2'ni x-ə vurub üstünə qalığı gələcək. Buradan 2x-dən x-i çıxıram, 24'dən də 3'ü. X olur 21. X-i tapdıq. Bizdən istəyir oğulun yaşı. Oğul da elə x deyənə cavab olur 21. Belə. Və nəhayət sonuncu sual, ən maraqlı sual. Deməli, bu sualda bizə ölçülər verilib. 2 dənə üçbucaqda iç-içə, amma deyir ki, tərəflər paraleldir. Bunlar yollardır əslində. AB-ni bizə 160 verib. AB-ni 160 verib. AC-ni 180 verib. BC-ni 200 verib. DF-ni da DF-i də 45 verib. Burada paralelliyə görə oxşarlıq var. Əgər AC tərəfinin F tərəfinə nisbəti bizdə AB-nin D-yə nisbətinə bərabər olmalıdır. BC-nin də YF-ə. Yəni, belə deyim də, bu tərəf neçə dəfə böyüyübsə, 45 4 dəfə böyüyüb 180 olub. Onda bu tərəfdə 4 dəfə böyüyüb 160 olub. Deməli, onda bizdə bura 40'dır. Burada 50'dir ki, 4 dəfə böyüyüb, hamısı eyni ədədlər olub. İndi ağaclar əkilibsə və hər ağacın da arasında 5 metr məsafə varsa, biz tərəfləri bölürük 5'ə. 160, birinci böyük üçbucağa baxıram. 160'ı 5'ə bölürəm, eləyir. Deməli, 32 ağac. Bu təpədəkilər də sayılır deyənə rahat bölə bilərsiniz. Sonra 180'ı bölürəm 5'ə, eləyir 36 ağac və nəhayət 200'ü bölürəm 5'ə, eləyir 40 ağac. Bu böyük üçbucaqda əkilən ağacların sayıdır. İndi kiçik üçbucağa baxın, bunların tərəflərini bölürük. 40'ı bölürəm 5'ə, eləyir 8 ağac, 50'ni 5'ə bölürəm 10 ağac və nəhayət 45'i 5'ə bölürəm 9 ağac. Bütün ağacların da cəmini istəyir 32, 36, 48, 10 və 9'da toplamaq lazımdır. Onları toplasaq, deməli, gəlin toplayaq bunları da. 32, 36 eləyəcək 68, o da 40. 108, 118, 126, 126.
135 olmalıdır. Cəmi 135 ağac əkilib. Bu qədər. Çalışdığım qədər bütün sualları izah elədim. İndi hardasa hesablama səhvim olubsa, özürlə hesab eləyin. Nəzərə alaq ki, videonu xəstə halımdan çəkirəm və arada bir videonu saxlayırdım ki, qızım otağa girirdi. Qoymurdu videonu çəkiliş edeyim. Belə. Çalışın nəsə öyrənin videodan, baxın, bilmədiyiniz yerlərə bir də təkrarən baxın. Harda səhvim varsa bildirin, hesablama səhvi ola bilər də böyük ehtimal, diqqətsizlik səhvi. Və videonu bəyənib paylaşın ki, hamı faydalansın. Kanalıma da abunə olmağı, like eləməyi unutmayın. Sağ olun.